Aktivlər nədir, əziz yoldaşlar? Birinci, bunun beynəlxalq tərifini vermək istəyirəm sizə. Keçmiş hadisələr nəticəsində əldə edilən, hal-hazırda şirkətin nəzarətində olan, gələcəkdə müəssisəyə fayda gətirəcək resurslardır. Baxın, beynəlxalq sferada aktivin tərifi budur. Keçmiş hadisələr nəticəsində əldə edilən, hal-hazırda şirkətin nəzarətində olan, gələcəkdə müəssisəyə fayda gətirəcək resurslardır. İndi gəlin, bu anlayışı biraz daha açaq sizə. Keçmiş hadisə nəticəsində əldə edilən nə deməkdir? Yəni, gedmişəm, ödəyişini edib, almışam. Məsələn, bu stulu götürək və stolu götürək. Mən gedirəm, mebel dükanına girirəm, girmişəm açansa, bu stolu almışam. Açansa girmişəm, mebel dükanına, bunu almışam. Yəni, keçmiş hadisə nəticəsində mən bunu əldə etmişəm. Hal-hazırda bu mənim nəzarətimdədir. Hal-hazırda mən bunu istifadə edirəm. Və gələcəkdə müəssisəyə fayda gətirəcək. Gələcəkdə müəssisəyə fayda gətirəcək demək. Yəni, mən bunu istifadə etdikcə ondan xeyir götürürəm. Bəzən iştirakçılar yanlış anlayır. Nəyi? Orada xeyir deyəndə elə bilir ki, bu müəssisəyə pul gətirməlidir. Xeyr, bu müəssisəyə pul gətirilmək zorunda deyil. Xeyir deyə adlandırdığımız şey, iqtisadi fayda adlandırdığımız şey, yəni birbaşa olaraq, bunu belə yazalım, müəssisəyə iqtisadi fayda gətirəcək. İqtisadi fayda, daha doğru olar. İqtisadi fayda nədir? Yəni, müəssisəyə dolayısıyla xeyir gətirəcək. Və məsələn, bu kompüter mənim aktivimdir. Hal-hazırda bu kompüter mənə pul gətirməsə belə, yəni mən bu kompüterdə istifadə edirəm və bundan işlərimi asanlaşdırıram. Və yaxud da